Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Azərbaycanda pensiya vəsaitlərinin birdəfəlik ödənilməsi mümkün ola bilərmi? İqtisadçı şərhi. Rusiyada pensiya yığımlarının müəyyən kateqoriya vətəndaşlara aylıq deyil, birdəfəlik şəkildə verilməsi imkanlarının nəzərdən keçirilməsi. Bu sistemin digər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqinin nə dərəcədə mümkün olması sualını gündəmə gətirir. Məlumata görə, qonşu ölkədə bu mexanizm əsasən 1967-ci ildən sonra doğulan və pensiya kapitalı fərdi səbəblərdən müəyyən həddən az olan şəxslərə şamil edilə bilər. Məlum olduğu kimi, Azərbaycanda da pensiya təminatı toplanan kapital prinsipinə əsaslanır və lazımi limit yığılmadıqda vətəndaşlara yaşa görə müavinət təyin olunur. Bəs ölkəmizdə gələcəkdə bu vəsaitlərin birdəfəlik ödəniş formasına keçidi nə dərəcədə realdır? Məsələnin iqtisadi və sosial tərəflərini Oxu 24 Coma şərh edən iqtisadçı Günay Hüseynova sistemin daha da təkmilləşdirilməsi və vətəndaşönümlü islahatların davam etdirilməsi üçün öz təkliflərini irəli sürüb. İqtisadçı qeyd edib ki, pensiya və sosial təminat sahəsində digər ölkələrin təcrübələrindən yararlanmaq faydalı olsa da, əsas hədəf tam yerli şəraitə uyğunlaşdırılmış vahid modelin qurulması olmalıdır. Müxtəlif dövlətlərin qanunvericilik elementlərini lokal mühitə adaptasiya etməyə çalışmaq yox, regionda nümunə ola biləcək, tam sistemləşdirilmiş və dayanıqlı bir model ortaya qoymalıyıq. Eyni zamanda idarəetmədə kadr dəyişikliklərindən asılı olmayaraq, sistemin təməl prinsipləri sabit qalmalı. Qanunvericiliyə edilən hər bir əlavə və dəyişiklik birbaşa vətəndaşın rifahına və maraqlarına xidmət etməlidir. Ekspert vurğulayıb ki, pensiya kapitalı və staj tələbləri tətbiq edilərkən ölkədəki real əmək bazarının imkanları və daxili məşğulluq səviyyəsi mütləq nəzərə alınmalıdır. Əgər vətəndaşdan gələcəkdə pensiya təminatı üçün kapital tələb olunursa, ilk növbədə onun bu vəsaiti toplaya bilməsi üçün yetərli iş yerlərinin yaradılması prosesi sürətlənməlidir. Əks halda rəsmi iş imkanı tapmaqda çətinlik çəkən vətəndaş gələcəkdə sosial müdafiədən kənarda qala bilər. Sosial təminat və gələcəyə olan sosial inam birbaşa miqrasiya proseslərinə təsir edir. Gənclərin və aktiv işçi qüvvəsinin ölkədə qalmasını stimullaşdırmaq üçün uzunmüddətli sosial zəmanətlər gücləndirilməlidir. Bu, həm də gələcəkdə yaşlanma tempinin qarşısını almaq, doğum səviyyəsini sabit saxlamaq və dövlət büdcəsinin sosial xərclərinin optimallaşdırılması üçün vacibdir. Rusiyadakı modelin ölkəmizdə tətbiqi ehtimalını dəyərləndirən iqtisadçı, vəsaitlərin tam şəkildə birdəfəlik verilməsinin maliyyə və idarəetmə baxımından mürəkkəb olduğunu diqqətə çatdırıb. Azərbaycanda gələcəkdə pensiya vəsaitinin birdəfəlik ödənilməsi mexanizminə keçidə baxılarsa, burada vəsaitin tamamının deyil, müəyyən bir hissəsinin maksimum 30-50%-nin birdəfəlik verilməsi daha real və kompromis variant kimi nəzərdən keçirilə bilər, deyə Günay Hüseynova qeyd edib. Bakı-Tbilisi-Bakı dəmir yolu reysi üzrə hərəkət edən qatarın sərnişinləri əlavə səyahət sığortası əldə etməlidirlər. Bunu Oxu Azı açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, sərnişinlərin səyahət sığortasının bilet qiymətinə aidiyyəti yoxdur. 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən adı çəkilən ölkəyə daxil olan sərnişinlər məcburi sığorta olunmalıdırlar. Ona görə də səyahət edən sərnişinlər mütləq şəkildə sığortalanmalıdırlar. Əks təqdirdə Gürcüstan ərazisinə daxil olan sərnişin cərmələnə bilər və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti buna görə heç bir məsuliyyət daşımır. Cəmiyyətdə insanlar arasında ən çox rast gəlinən hüquq pozuntularından biri də kiminsə barəsində yalan məlumat yaymaq, onu nüfuzdan salmağa çalışmaq və ya ictimaiyyət qarşısında gözdən salmaqdır. Bir çox hallarda insanlar sosial şəbəkələrdə, mediada və ya müxtəlif platformalarda emosional şəkildə paylaşım edir, qarşı tərəfi ittiham edir. Lakin qanunvericilikdə bu əməllərə görə ciddi məsuliyyət nəzərdə tutulur. Oxu 24 Com xəbər verir ki, bilərəkdən yalan məlumat yaymaq və həmin məlumatlarla şəxsin şərəf və ləyaqətini ləkələmək böhtan hesab olunur və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, yaxud onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda,
Mediada, internet informasiya resurslarında və ya kütləvi nümayiş etdirilən digər vasitələrlə yayılması cinayət əməli sayılır. Qanunvericiliyə görə, belə hallarda təqsirli şəxs 1000 manatdan 1500 manatadək cərimə oluna bilər. Bununla yanaşı 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilədək islah işləri və ya müəyyən hallarda azadlıqdan məhrum etmə cəzası da tətbiq edilə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə sosial şəbəkələrdə anonim və ya saxta hesablarla insanların ünvanına böhtan xarakterli paylaşımlar etmək son illər daha çox yayılıb. Lakin internet üzərindən yayılan məlumatlar da hüquqi məsuliyyət yaradır və hüquq mühafizə orqanları tərəfindən araşdırıla bilir. Hüquqşünaslar vətəndaşlara tövsiyə edir ki, hər hansı şəxs haqqında paylaşım etməzdən əvvəl məlumatın doğruluğunu yoxlasınlar və emosional davranışlardan çəkinməyə çalışsınlar. Çünki bir paylaşım və ya əsassız ittiham sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədə olduğuna görə tərəflər belə bir addım atıb. Nocoment az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı Vahid Əhmədov deyib. O bildirib ki, Azərbaycan və Gürcüstan arasında dəmiryolu reysinin bərpası hər iki ölkə vətəndaşları üçün sevindirici haldır. Regionda çox ciddi problemlərin olmasına baxmayaraq, bu addımın atılması onu göstərir ki, Bakı və Tbilisi arasında olan isti münasibətlər dəmiryolu reysinin yenidən açılması üçün şərait yaradıb. Bu bizim üçün böyük əhəmiyyət kəsb edir. Düzdür, Gürcüstanda da qiymətlər kifayət qədər yüksəlib və müəyyən inflyasiya prosesi orada da gedir. Amma insanlar üçün dəmiryolu reysinin açılması çox böyük əhəmiyyət kəsb edir. Çünki Gürcüstan bizim qonşumuzdur və tarixi qohumluq əlaqələrimiz mövcuddur. Bakı-Tbilisi-Bakı reysinin açılması Azərbaycanın logistik və iqtisadi inkişafına təkan verən amillərdən biridir. Bu addım həm də digər qonşu dövlətlərə də bir mesajdır ki, əgər sizdə də vəziyyət stabil olarsa, Azərbaycan həmin dövlətlərlə, xüsusən Rusiya və İranla sərhədləri aça bilər. Hesab edirəm ki, qonşu dövlətlərlə nə qədər sıx iqtisadi-siyasi əlaqələr qurularsa, əhalinin sosial vəziyyəti də bir o qədər yaxşı olar. İqtisadçı vurğulayıb ki, bilet qiymətləri vətəndaşların cibinə münasib olmalıdır. İnsanların həyat şəraitini, gediş-gəlişin sayını nəzərə almaq lazımdır. Qiymətləri yüksək qoymaq olmaz. İnsanların maddi durumunu nəzərə alıb, ona uyğun qiymətlər təyin edilməlidir. Əhmədovun fikrincə, ölkəmizdə artıq 6 ildir tətbiq edilən karantin rejimi tədricən aradan qaldırılacaq. Karantin rejiminin ləğv edilməsinə gəlincə, onsuz da Azərbaycanda karantin rejiminin tətbiqi o qədər də hiss olunmur. İnsanlar sərbəst gəzirlər və ciddi problem yoxdur. Amma qonşu dövlətlərdə yaranan problemlər ciddi şəkildə nəzərə alınmalıdır.